Binəqədi rayonu Səttar Bəhlulzadə bir ünvanında Mahal MTK tərəfindən ucaldılan göydələndə mənzil alan sakinlər bir deyil, bir neçə problemlə üzlədi. Binanın illərdir istismara təhvil verilməməsi bir yana MTK rəhbərini gördüm deyən tapılmır. Hazırda bu ünvanda yaşayan sakinlər həyatlarının təhlükədə olduğunu deyirlər. Yanğın nəzarət sistemlərinin olmaması və generatorun olmaması binanın təhvilə getməyinə əngəl törədir. Gələ sakin pul verə, bu MTK-dan mənzil ala, xeyir verə və sonra da onun özünü hədəliyələr ki, sən bu pulu hardan almışsan? Pilot layihə olduğu üçün həm evlərinin, obyektlərinin sökülməsinə razı olmuşdular. Həm də icra hakimiyyəti tərəfindən nəzarət olunan tikinti olduğu üçün pul verib mənzil almışdılar. Mahallə MTK tərəfindən inşa edilən bu bina 5 ildir ki, istismara təhvil verilmir. Hər dəfə gəlirik, qapı bağlı olur, problemlərimizi deyə bilmirik. Sakinlər isə MTK-nın rəhbər şəxslərindən olan Elvin Rəhimovdan şikayətçidirlər. Çünki layihəyə əsasən bina 2020-ci ildə istismara təhvil verilməliymiş. Lakin hazırda binada mövcud problemlər aidiyyəti qurum olan Fövqəladalar Nazirliyinin bu yaşayış binasına istismar aktını nə zaman verəcəyini hələ də sual altında qoyur. Başçı birbaşa bizim bu Mahallə MTK-nın hüquqşünasına da təlimat verdi ki, dedi, niyə bu layihə müqaviləsini vermişsiniz? Dedi, verəcəyik. Bunlara tapşırıq verib, amma bu günə qədər heç bir irəliləyiş yoxdur. Ulaşırıq, gedirik icra hakimiyyəti orqanına ki, bəs bizə bu binanın təhvilinə dəstək olasınız və sizin bu öhdəliyinizdir. Amma bu qədər bizim səyimizə baxmayaraq ciddi bir irəliləyiş həll olunmayıb. Sakinlərin iddiasına görə MTK rəhbəri onlara yalan vədlər verir, hətta şantaj edir. Bu problemləri aradan qaldırmaq əvəzinə o şikayətçi olan, aktiv olan o sakinləri hədəliyib, hədə-qorxu gəlib ki, yəni biz şikayətimizdən əl çəkək. Mənim özümə şəxsən hədəliyirdilər ki, sən bu qədər pulu hardan almışsan sən bu binada mənzil almış. Və mənim iş yerimə məktub yazıblar, işlədiyim orqanlara məktub yazıblar ki, sizin əməkdaş burada 100 min pul ödəyib mənzil alıb. Yanğın təhlükəsizliyi yoxdur, liftin biri yoxdur, həyat abadlaşmayıb. Halbuki biz müqavilə bağlayanda, buradan mənzil alanda, pulu ödəyəndə bizə layihəni göstərib ki, burada bu olacaq, yanğın təhlükəsizliyi olacaq, həyat da meydança olacaq, uşaq meydançası olacaq. Buna görə biz pul vermişik. İcra hakimiyyətinə şikayət elədim. İcra hakimiyyəti də bildirdi ki, bu bizlik deyil, gedim verim məhkəməyə. Mən də məhkəməyə vermişəm 3 il yarımdır ki, Azərbaycan Respublikası adından çıxan məhkəmə qətnaməsi bugünkü günə kimi icra olunmur. Şirkətin iş icraçısı Haqverdi Aliyev dolayı da olsa sakinlərin təhdid edildiyini etiraf etdi. Bana halda qorxu gəlməsi bu yalan sözdür. Bu saat yəni o əvvəl bir dəfə olub, o da nəyə görə olub? Sakinlər onlar da qeyri-qanuni hərəkət elədiyinə görə qeyri-qanuni hərəkət edir. Hüquqlarını tələb edən sakinlərin illərdir həll olunmayan problemlərini aidiyyəti üzrə Binəqədi rayon icra hakimiyyətinə ünvanladıq. Bildirildi ki, evləri sökülən və binada mənzil alan vətəndaşların problemlərinin icra hakimiyyətinə heç bir aidiyyəti yoxdur. İllərdir istismara təhvil verməyən bina sakinləri təkcə Mahallə MTK-dan deyil, eyni zamanda Binəqədi rayon icra hakimiyyətindən də şikayətçidirlər. Səbəb olaraq köhnə binanın söküntüsündən başlayaraq yerində yeni binanın tikintisi, binanın istismara təhvil verilməsinə qədər olan bütün öhdəlik və məsuliyyəti Binəqədi rayon icra hakimiyyəti üzərinə götürsə də indi sakinlərin probleminin həllinə kömək etmir. Səttar Bəhlulzadə bir ünvanında Mahallə MTK tərəfindən tikilmiş 17 mərtəbəli binaya niyə istismar aktının verilməsi illərdir gecikir sualını MTK-nın rəhbər şəxslərinə ünvanladıq. O da ki, liftin qoyulmama səbəbi yaxşı günü bugün üçün biz liftkaları söktük. Yaxşı sakinlər təmir yükünü nə ilə qaldıracaqlar? Ona görə qalıb. Yoxsa 4 dənə lift o boyda binada, onu qoymaq deyək ki, maksimum qoy çəksin 2 ay. Bina ən gecə ilin sonuna qədər alan kimi veriləcək. Yanğın çıxışları niyə yoxdur bəs binada? Bir dənə layihəmiz var, orada hal-hazırda iş gedir, oranın tamamlanmasını gözləyirik. İndi sakinlərə ilin sonuna kimi səbr edib gözləmək qalır. Rəşad Vəkiloğlu, Rəşad Əkbəroğlu, Space xəbər.